1977-ci ilin mart ayının 6-sında saat 14:51-də növbətçi hissəyə məlumat daxil olur. Qaz boru kəmərində yanğın başlamışdır. Yüksək gərginlikli elektrik xətti qırılmış və qaz kəmərinin üstünə düşərək qığılcım yaratmışdır. Təsadüfən kəmərin elə bu hissəsində qaz sızması nəticəsində yanğın başlamışdır. Yaxınlıqda neft emalı zavodu və yaşayış binaları yerləşirdi. Yanğının qarşısı təcili alınmalı idi. Ramiz Kərimov 3 nəfər yoldaşı ilə birlikdə yanğını söndürmək üçün göndərildi. Ramiz 1954-cü ildə Zərdab rayonunun Şəftəhal kəndində anadan olub. Orta təhsilini bitirdikdən sonra hərbi xidmətə yollanıb. 1974-cü ildə hərbi xidmətdən qayıtdıqdan sonra Moskva Kooperativ İnstitutunun Bakı filialının qiyabi şöbəsinə daxil olub. 4 saylı dəmir-beton trestində işləyib, 1976-cı ildə Komsomol göndərişi ilə Bakı şəhər yanğın söndürmə hissəsində xidmətə başlayıb. Qaz kəmərində baş verən yanğının qarşısının alınmasında Ramiz və yoldaşları əsil fədakarlıq nümayiş etdirdilər. Yanğın söndürmə maşını su doldurmaq üçün qayıtdıqda faciənin miqyasını başa düşən Ramiz və 2 yoldaşı isə hadisə yerində qaldılar. İstiyə və yüksək təzyiqə tab gətirməyən kəmər partlamış, alovlanan qaz yanğın söndürənləri əhatə etmişdir. Ramiz alovlar arasından yoldaşlarına yol açmış və onların həyatını xilas etmiş, özü isə alovların arasından çıxa bilməmişdir. Həkimlərin səyinə baxmayaraq, Ramiz Kərimov 1977-ci ilin mart ayının 6-sından 7-sinə keçən gecə vəfat etmişdir. Ölümündən sonra Qırmızı Ulduz ordeni ilə təltif olunub. 1982-ci ildə Bakı şəhərinin Nizami rayonunda yerləşən parkların birində qəhrəmanın büstü qoyulub. Büstün üzərindəki xatirə lövhəsində adı, soyadı, təvəllüdü və vəfat etmə tarixi ilə yanaşı, xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına həlak olmuş yanğın söndürən sözləri yazılıb. Anadan olduğu Şəftəhal kəndində də qəhrəmanın büstü qoyulub. Zərdab şəhərindəki küçələrin biri Ramiz Kərimovun adını daşıyır. Keçən əsrin 70-ci illərin sonlarında bəstəkar Süleyman Ələsgərov, Əli Vəkilin sözlərini Ramiz Kərimov haqqında ballada bəstələmişdir. Bu əsər Rauf Adıgözəlovun ifasında böyük rəğbətlə qarşılanmışdır. Ramiz Kərimovun atası İsrail Kərimov müharibə veteranı idi. 1919-cu ildə anadan olan Kərimov İsrail Abduloğlu 1942-ci ildə cəbhəyə yollanıb, 1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə və igidliyə görə medalları ilə təltif olunmuşdur.